Büdcə sistemi haqqında qanun layihəsinin müzakirəsi zamanı təhsilin hamı üçün əlçatan olmasının, dövlət sifarişi və dövlət hesabına təhsil alanların sayının artmasının dövlət qayğısının göstəricisi olduğu deyildi. Gələn il dövlət sifarişi və dövlət hesabına təhsil alanların sayının 5210 nəfərdən artaraq 11.000-dən yuxarı nəfərə, təqaüd alanların sayının 7520 nəfərdən artaraq 121.280 nəfərə çatdırılması dövlət qayğısının göstəricisidir. 2026-cı ilin dövlət büdcəsində təhsil və elm sahəsinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 68,4 milyon manat çoxdur. Gələn il ümumi və məktəbə qədər təhsil xərclərinə 2,9 milyard manat, dövlət sifarişi də daxil olmaqla ali təhsilin maliyyələşdirilməsinə 828,5 milyon manat, peşə və orta ixtisas təhsilinə isə 199,7 milyon manat vəsait ayrılacaq. Son 5 il ərzində dövlət büdcəsinin təhsil sektoruna ayrılan vəsait ilbəil artaraq 2021-ci illə müqayisədə 1,6 dəfə yüksəlmişdir. Bu artımlar əsas etibarilə təhsil sahəsində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması tədbirləri çərçivəsində əməyin ödənişi xərclərinin maliyyələşdirilməsinə yönəldilmişdir. Eyni zamanda təhsil xərclərinin müdaxilə məhsulda payı da artım tendensiyasını qoruyaraq 2022-ci ildən etibarən yüksəlməyə davam etmiş və 2026-cı ildə bu göstərici 3,7% səviyyəsində proqnozlaşdırılmışdır. Gələn ilin büdcəsində orta ixtisas təhsilində tələbələrə verilən təqaüdlərdə azalma meyli qeydə alınır. Hesablama palatası tərəfindən aparılan təhlillər bunu göstərir. Təhsil orta müddətli xərclər çərçivəsini ilk ildən tətbiq olunduğu 3 istiqamətdən biridir və aparılan təhlillər bu sənəddə hədəflər üzrə kəmiyyət göstəricilərin daha çox artırılması və dəqiqləşməsi zərurətini də göstərir. Belə yanaşma nəzərdə tutulan və icra edilən vəsaitin nəticəliyin də qiymətləndirməsi imkanlarını genişləndirə bilər. Büdcədə kənd təsərrüfatına 1,2 milyard manat ayrılacaq. Bu göstərici 2025-ci illə müqayisədə 18 milyon manat çoxdur. Ayrılan vəsaitin 42%-i ərzaq təhlükəsizliyi tədbirlərinə, o cümlədən fermerlərə subsidiya verilməsi, kənd təsərrüfatı texnikalarının və suvarma sistemlərinin alınmasına, güzəştlərin tətbiqinə yönəldiləcək. Məhsul subsidiyasının ödənilməsi üçün 66 milyon manat vəsait proqnozlaşdırılmışdır. Toxumçuluq və tengçilik təsərrüfatlarına istehsal edib satdıqları birinci və ikinci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsi ölkədə toxum və ting istehsalının stimullaşdırılması və fermerlərin toxum və tinglə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş mühüm dəstək tədbirlərindən biridir. Büdcədə ailə, qadın və uşaq məsələlərinə ayrılan vəsaitdə də artım müşahidə olunur. Belə ki, gələn il bu sahə üzrə xərclərin qarşılanması üçün 11,3 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitin 7,4 milyon manatı məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalan şəxslərə, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və pedaqoji işin təşkilinə yönəldiləcək. Komitə iclasında büdcə layihəsi aidiyyatı sahələr üzrə müzakirə olundu. Büdcə layihəsi plenar iclasa tövsiyə edildi. Bizim regionlarda 11 uşaq və ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir. Amma bu müəyyən layihə çərçivəsində yaranan mərkəzlərdir. Hesab edirəm ki, belə bir mərkəzlərin əgər hər bir rayonda olması və bu təhlillərin aparılmasına, uşaq hüquqlarının, qadın hüquqlarının, ailə münasibətlərinin təhlil olunmasının, problemlərin araşdırılması çox vacib, çox önəmli məsələlərdir ki, bu istiqamətdə hesab edirəm ki, işlərimizi daha da gücləndirməliyik. Günay Bünyadzadə, Əmir Əziz Mirəlioğlu, Aysel Abbasova, ATV Xəbər.